Of şükür, işdən də evə gələ bildim. Şükür, gələ bildin. Nəsə işdən axır vaxtlar ucu 10-15 dəqiqə geç çıxırsan. Elə bildim acından öləcək. Bəs niyə heç nə yemirsiniz? Qaz yerindədir, xaladenik yerindədir. Mən işi özümlə heç nə aparmamışam. Mən işdən gəlmişəm, yorğunam. Nə danışıqdır sən qaynana ilə danışırsan? Şükür gəldin. Get yemək bişir. Yemək, birinci bu tökülmüş bütün qabları yuyum. Burada yemək bişirmək mümkün deyil. Siz bütün gün evdəydiniz. Niyə yumamısınız? Bircə bu yaşda qab yumamışdım. Mən bütün gün xəstə idim. Bilirsən, davleniyam var. Niyə mən gəlinə bir dən qab yumayacaqsa? Oğlum da ac qalıb. Oğlumu bu qədər düşünən olsaydın, özün pişirərdin. Ay gəlin, sən yemək pişirdin? Bəli, hər şey hazırdır. Hə, heç nə. Get paltarları ütülə, birazdan oğlum işdən gələcək. Bilirsən də ki, oğlum naskları ütülü olanda sevir. Biraz cəld ol da, bütün gün midi iş görürsən. Baş üstə gedib ütülüyürəm. Bu saatda kimdir gələn? Bir dənə qapını bir saat açırsan, ey salam. Ay mamıçqa. Xoş gəlmisən qızım. Heç də xoş gəlmədim. Bir bilsən mən başıma gələnləri, ay mamıçqa. Otur danış görüm nə olub. Gəlin çay qoy oradan. Ey mamıçqa, bu qaynanam məni bezdirib. Bir bilsən mənə nə deyir? Nə deyir o? Heç nə deyəcək, hər gün dırdır eləyir. Deyir ki, sən bu evin tezə gəlinisən. Dur yemək pişir arada, evləri əl gəzdir. Ərvi işə yola sal, gün ortaya kimi yatma. Hər şeydə bir pretenziyası var. Ha, bu özünün nə sayırı? Əl ayağı yoxdur, özü eləsin. Nə qədər ürəyin istəyir, yat. Mən səni ora hambal olmağa göndərməmişim. Yabırçılıq eyib, yabırçılıq. Mən də bütün əsəb elədim. Ay Əminə, çay nə oldu? 2 ilə bir dənə çay qonağa verirsən, ey sən də. Gətirirəm, qaynadı. Deməyə, ay mamıçıq, bu gəlin də yaman midi-mididir. Ay can mama, belə daha heç yaxşı deyiləm. Yox, xəstələnməmişəm. Evdə söz-söhbət o qədər olur ki, bezirəm. Bilirəm, amma nə qədər səbirli olacağam. Yox, narahat olmayın, sizin başınızı aşağı salacaq, hərəkət eləməyəcək. Mən də. Ay gəlin. Bəli, az danış da telefonum, get yemək pişir. Əbülfəz evi hər şey alıb, indi bəhanən nə olacaq? Əlbəttə ki, gedib pişirəcəm, yoxsa siz yenə sifariş edib, mən siz yeyərsiniz. Başıma xeyir, bu nə tərbiyəsizlikdir? Nətər danışırsan sən mənlə? Mən tərbiyəsizlik elədim? Neysə, gedim yeməyi pişirim. Bax, anan qansın eləyən, sən dolduran elə anandır. Sən gözlə. Oğlum, başıma xeyir, gəlin üstümə qışqırır. Bir hambalım var, git yemeği özün pişir. Gör neler olur sen evde olmayanlar. Nankördü, sen bütün gün iştirsin ki evi dolandırasan. O ise danışanlar. Yaxşı oğlum diyer, yaxşı. Ay gəlin. Bəli, Əbülfəz bugün evə gəlməyəcək. Niyə? Zəng elədi, dedi ki, axşam smenində qalacaq. Mənə yemək gətir. Mənə niyə zəng eləmədi ki? Yaxşı, elə olsun. Mənə? Əbülfəz, bu çox qəşəngdir. Sənə yaraşar, tax. Xeyirli olsun. Çox sağ ol. Havaldır sən oğlum. Bu gəlin sən evdə olmayanda mənim üstümə qışqırsın. Sən get ona şirinlik elə, qızılım. Ay sol, belə davam elə başımıza çıxacaq. Çıxıram mən, gələcəm. Get bala, get. Ay bala, az forsdan, get çay qoy, heç olmaz çay zəhərlənək. Baş üstə gətirərəm. Az qal, bu qız başımıza oturacaq, az qal. Buyurun, nuş olsun. Üzüyü evdə boş-boş taxıb zay eləmə. Ay mama. Hə oğlum. Heç mən səni unudaram. Al, sənə. Baxım oğlum. Aa, bu nə qəşəngdir. Tax anam, sənə çox yaraşacaq. Çox sağ ol oğlum, çox sağ ol. Cibin dolu olsun. Özdə bu deysən, gəlindəkindən bahadır, hə? Əlbəttə ki, sən mənim anamsan. Ay Allah, bir insan niyə bu qədər paxıldı? Hə, yaxşı bacı, bizə gələrsən elə danışarıq. Ay gəlin. Bəli, mən qonşuya gedirəm, bir saata gələcəm. Yaxşı. Canım, necəsən?
Xoş gəldin. Keç içəri, mən çayları qoyub gəlirəm. Yaxşı. Gəldim. Danış görüm, nə olub sənə? Qaynanan hardadır? Harda olacaq? Qonşuya gedib qeybətimi eləməyə. Arada mənə elə gəlir ki, mən bu evin gəlini deyiləm, mən nökəriyəm. Bəs Əbülfəz sənin tərəfi tutmur? Əbülfəzdən heç baş açmaq olmur. Gah mənə çox yaxşı davranır, gah heç evdə tapılmır. Dünən evdə qalmayıb, heç mənə xəbər eləməyib. Anasına deyib. Elə şey olar, o səni aldatmır. Yox, o elə şey eləməz məncə. Gəl onu yoxlayaq. Yoxlamaq? Yaxşı, necə? Nömrəsini ver mənə. Buyur, bax. Neynirsən sən orada? Asa heç nə, nömrəsini get kontakta vurmuşam. Heç nə çıxmadı. Bir dənə bu canımın içi kimdir? Kim olacaq, maması? Əsas bunu bildik ki, səni aldatmır. Aldatmağını aldatmır, amma bacım mənim uca səbrim çatmır bu olanlara. Səbirli ol, nədir? Boşalıb özünü biabır eləyəcəksən. Nəysə, mən getməliyəm, danışarıq. Öpdüm səni. Yaxşı, ötürüm mən səni. Səbir, Aminə, səbir. Ay Əbülfəz, işdən gəlirsən, biraz mənimlə vaxt keçirt. Yenə başladın sən. Hani yenə başladın? Mən səni evdə tapa bilmirəm. Sən gəlirsən işdən, yeməyi yeyib çıxıb gedirsən dostlarınla gəzməyə. Sabahsı gün mənə deyirsən ki, işdə qalacağam, axşam smeniyəm. Başa düşmədim. Mən adam deyiləm. Bəsdir görün. Ay oğlum, fikir verməsən ona. Sən dincəlməlisən, istirahət eləməlisən. Bu nə bilərik iş nədir? Kaş hamı sənin kimi məni başa düşərdi, ay anam. Oğlum, mən bu söhbəti açmaq istəmirdim. Amma siz 3 ildir ki, evlisiniz. Mən nəvə görmək istəyirəm. Qonşuların özünə baxa bilmirəm. Qohumların özünə baxa bilmirəm. Mən də istəyirəm ki, adımı daşıyan bir nəvəm olsun. Qız olsa bağda gül, oğlan olsa atamın adını qoyarıq. Gül oğlan. Oğlum, gəl gəlini həkimə aparaq. Məncə onda problem var. Sən sağlam olarsan, sən də işinə çıxma. Dünən qonşu Rübabə ilə danışmışam. Məsləhətli həkim tanır. Elə onu apararıq. Nəslimizin davamçısı olsun ya yox? Düz deyirsən ey anam, düz deyirsən. Xoş gəldin qızım. Ay mamuçka, bu gəlin stolda hazırlamayıb yeni ili nəyə çağırıb bizi? Görmürsən bir işə yaramır. Nəyə çağırıb bilmirəm. Bu nədir? Stol niyə hələ açıq deyil? Ay Əminə. Hamınız gəldiniz. Sizə sürprizim var. Sürpriz vaxtıdır. Nə sürpriz? Stol niyə açıq deyil yeni ilə? Birincisi, alardan eləyərdim. İkincisi, sözümü kəsmə. Bıy, başıma xeyir. Bu yeni ildə sizə arzulayıram. Bütün istəyiniz, arzularınız hamısı həyata keçsin inşallah. Amma mənsiz. Çünki boşanırıq. Nə? Eşitdiyiniz, artıq mən yoxam. Bezdim sizdən. Əbülfəz sən. Anan nə deyir? Onu da eləyirsən. Baldız sən. Dünyanı gəzirsən, kef eləyirsən. Qaynanova demədiyin söz yoxdur. Amma bizə gəlib məni pisləyirsən. Bəli, siz. Siz də oğlunuzu bilmirsiniz uca necə doldurasınız mənə qarşı. Ona görə Allah sizi xoşbəxt eləsin, amma mənsiz. Aminə, nə boşamaq, nə danışırsan sən? Sən məni həkimə aparmaq istəyib, nə et canım qaynanamla? Məncə sən özün get, qulaqlarını təmizlətdir. Boşanırıq 100 dəfə dedim. Bitdi, bura kimi. Gəlmə dalımca.